Polşada yaşayan insanların yaralı yerlərindən biri sağlamlıq qardaş. Ürəyimə Sağlamlıq damır çox ya. önəmlidir. Buradakı Luxmed olsun, NFC-də olsun da. Dövlət bu arada NFC dövlətin sizə verdiyi məcbur icbari tibbi sığortadır. Bir də coin o tərəfi işləyirsənsə, Luxmed alırsan. Medicover, Luxmed, Enelmed. Narahatçılıq olub? Bir iki dəfə olub açığı. Yəni mən ora getmişəmsə, bir problemim var və bir qayğı gözləyirəm də, yəni həkimdən. Yes. Qayğı və bilgi. Yəni çox belə yola verdi danışırlar. İstəyir polyak dilində olsun, istəyir ingilis dilində olsun. Məndə olmayıb orada elə bir şey. Olmayıb. Mən həmişə Çox gözəl. bəlkə sahədən sahəyə dəyişir. Amma mən həmişə getdiyim sahələrdə məsəl üçün dermatoloqa getmişəm. Dermatoloq getmisən bir dənə antibiotik yazıb. Antibiotik yazıb və mənə başqa 2-3 dənə analiz Bu yazıb. arada buradakı həkimlərin yəni çox yazdığı şeylərdən biri, yəni Antibiotik. nə olur olsun antibiotik. Mən heç vaxt antibiotik axıra kimi içmirəm. Amma sənə bir dənə pis təcrübəni deyim. Qardaşın övladı gözü şişib. Mən həkimə gedirəm. Aysa həftə sonudur. Yəni götürüb uşağı aparıb. Heç kim baxmayıb. Deyib ki, həkimimiz yoxdur. Bir dənəsinə gedib, iki dənəsinə gedib, üç dənəsinə gedib, onun gözü şişir. Bu polyakların robot kimi Aysa. davranmağı bax tibb sahəsində olmamalı. Olmamalı. Çünki bu Hipokrat anda ən azından deyilən şey var. O olayın sonu belə qutarıb ki, gediblər harasa uşaq klinikasına mı? Bir dənə həkim çıxartdırıblar. Yəni ekstra saat vurublar ona gətiriblər evdən. Söhbət 7 saatdan sonra bağlanıb. 7 saatı da uşaq görünə qədər əziyyət çəkib də mənəvi əziyyət. Bu arada Azərbaycanda da elədir, tez deyim bunu. Yəni dövlət xəstəxanasında çox val xidmət gözləmirsən. Sabunçu xəstəxanasında nə Ən azından bir şeydə razılaşaq ki, mən ora gedəcəm uşaqla və yaxud ailəmlə. Heç olmasa oradakı işçi və yaxud başqa bir şəxs, heç dəxlisiz. Cərrah ol. Hə. Gətirəcək deyə gətir baxın bir nədir? Gətir Bu baxın. robotluqdan biraz qıraqdır. Deyil, hə, deyil, amma məsəl üçün özəl xəstəxanada imkan olanda Azərbaycanda özəl xəstəxanaya getsən çox gözəl xidmət alırsan. Özəldə bir qanun var ki, müştəri həmişə haqlıdır. Səhhətinizi Qoruyun. videolarımızın davamını istəyirsinizsə, Like edib kanala abunə olmağı unutmayın. eləyin də.